Bu dəfə biz sizlər üçün Seyid Əzim Şirvaninin Qışqıl müxəmməsini təhlil edəcəyik. Belə ki, ilk öncə müxəmməsin deməli forma xüsusiyyətlərinə baxaq. Daha sonra isə onun məzmununa keçək. Forma xüsusiyyətlərindən deməli onun vahidinə baxırıq. Bilirik ki, vahid beyt olur, bənd olur. Burada isə baxın, deməli bənddir. Biz görürük ki, bənddir və daha sonra şəklinə baxaq. Baxın 2, 3, 4, 5. Deməli nədir? Beşlik şəklindədir. Daha sonra isə dilinə baxanda isə ümumiyyətlə baxın elə deyir ki, Qışqıl ki ey ki, qışqıl ey ki bilirsən özünü vaqif-ikar. Biz gedişatdan bilirik ki, bunun dilində çətinlik var. Və yəni vəzni nə olacaq? Əruz vəzni olacaq və biz bildiyimiz kimi əruz vəznində rəməl bəhrindədir və dedik ki, müxəmməsdir. Müxəmməs bəs yaşın müxəmməsin qafiyələnməsi necə olur? Müxəmməs baxın A, bircə dəqiqə. Baxın A, vaqif-ikar, nəğmə-i tar A, nalə-i zar A, səbr qərar A və burada da A. Yəni bu A. Digər beytlərdə isə 4-ü bir qafiyələnir. Məsəl üçün bircə dəqiqə B, sonda isə yenə A. 4-ü 1, 5-incisi isə birinci bəndin deməli birinci bəndlə səsləşir. Daha sonra bunun qeyd etdiyi forma xüsusiyyətləri idi. İndi isə keçək məzmununa baxaq görək. Məzmunda nələr var? Qışqıl ey ki bilirsən özünü vaqif-ikar. Burada baxın bircə dəqiqə diqqət yetirək. Bax burada ey ki var ki, bax o xitab deməkdir. Xitabdır. Deyir ki, qışqıl ey ki bilirsən özünü vaqif-ikar. Agah ol gör ki nədir nalə-i nəğmə-i tar. Nədir ol xuşk olan çubda bu nalə-i zar ki sədasından onun qarət olur səbri qərar. Açmasan pərdəni, hər pərdədə var 100 əsrar. Burada insana müraciət edir də bir növdə. Ey ki deyəndə insana nəzərdə tutur. Deyir ki, sən deyir özünü hər şeyi bilən kimi hesab eləyirsən, özünü hər şeyi bilən, vaqif-ikar, yəni dünyanın hər bir şeyindən məlumatlı olan hesab edirsən və deyir qulaq as, deyir agah ol, deyir gör nədir o neyin naləsi, baxın neyin naləsi, tarın nəğməsi, deyir xuşk. O quru, xuşk quru deməkdir. Çubda da çubuq deməkdir. Deyir o quru çubuqda deməli yəni quru çubuq dediksə neyi nəzərdə tutur da? Bu xəstə naləsi nədir deyir bax dilinə onun. Və onun deyir sədasından insan səbri qərarı qarət olunur və yəni yoxa çıxır. Səbri qərarı yoxa çıxır və açma deyir pərdəni. Çünki hər bir pərdədə nə var? 100 əsrar var. Yəni ki 100 sir var mənasında işlənmişdir. Deyir ki, qoymaz ol tani müğənni niyə ağuşindən, düşməz ol xanəbərandazələrin duşindən, müğənni o tarı niyə qucağından yerə qoymur? O xanəbərandazələrin niyə duş çiyin deməkdir, yadınızda qalsın. Duşindən, çiyinindən yerə düşmür. Burada xanəbərandazə nə deməkdir? Ev yıxan deməkdir. Amma bir şeyə nəzərdə saxlamaq lazımdır ki, müsbət mənada. Yəni bir şey, məsəl üçün bir də gözəl olur. Baxırsan deyirsən ki, onun gözəlliyi mənim evimi yıxıbdır, düzdür? Burada da musiqinin səsi mənim evimi yıxıb o mənada. Düşməz ol xanəbərandazələrin, yəni musiqini çalanların, musiqi sədasını çalanların çiynindən deyir düşməz. Huş ilə cuş edə hər kimsə gedər huşinin. Ağılla qulaq asan deyir ağlı gedər. Pəmbəyi qəfləti çək sən daxı can yuşinə. Qəflət pambığını deyir qulağından çıxart ki sən də eşidə biləsən. Baxın, ta ki əsrar-ı nihanə olasan bərxurdar. Əsrar-ı nihan gizli xəzinə deməkdir. Sən daha doğrusu gizli sirlər deməkdir. Gizli sirlər deməkdir. Deyir ki, sən gizli sirlərdən xəbərdar olasan. Gizli sirlər hardaydı? Nəsimini sığmazam qəzəlində də gənc nihan gizli sirlərdə orada, gizli xəzinəni orada görmüşdük. Gizli sirləri burada görürük. Sonra tut bərabər dəmi İsa'ya müğənni dəmini qılıb ehya özüvü seyr elə ruh aləmini. Bax burada dəmi İsa'ya gördünüz. Müğənninin nəfəsinə bərabər. Müğənninin nəfəsi İsa'nın nəfəsinə bərabər tutulur. Bax yadınıza qalsın. Testlərdə çox vaxt verir. Deyir ki, Davudun müğənninin nəfəsi Davudun səsinə bərabər tutulur. Elə bir şey yoxdur. Müğənni
İ. Müğənni sözünün sonundakı i ilə bu İsa sözündəki i-ni yadda saxlayın ki, müğənni deyəndə İsa yadınıza gəlsin. Davud yox. Və testlərdə çox vaxt bundan karıxdırırlar. Müğənni nəfəsini insan nəfəsinə bərabər tut deyir, özünü canlandırıb ruh aləmini seyr elə, ziri qəm olma, eşit nəğməni, zilü bəmini, çəkmə aqil sən əgər dəhri müxalif qəmini. Sən deyir ki, ziri qəm əsiri deməkdir. Deyir, onun əsiri olmacınan nəğmənin zilin bəmini eşit. Əgər aqilsənsə də, ağıllısansa, dəhri müxalif qəmin çəkmək, yəni o birisi dünyanın dərdini çəkmək, hələ sən yəni bu dünyadasan. Şura gəl, yəni coşqla, nəğmə ilə, nəğməyə qulaq as. Bax, deyir ki, ümumiyyətlə, bəzən insan kədərli olur da. Kədərli olanda nə olur? Gedir bir dənə şən əhval-ruhiyyə qoyur, özünə gəlir, düzdür? Burada nə deyir? Deyir ki, dünyanın dərdləri çoxdursa, yəni bitib tükənməyəcəkdir. Sən də deyir, şura gəl, coşqla, nəğmə ilə dünya dərdlərinə hasar çəkkinə, yəni dünyanın dərdinə hasar çəkkinə. Əgər aqilsənsə də və baxaq indi. Musiqi məclisinin əhli gərək əhli bəsər, ta görə pərdi-i əsraridə 100 nəqşi süvər. Musiqi məclisinin əhalisi, yəni əhli bəsər olmalıdır. Bax, bir dəqiqə buna fikir verin. Burada musiqi məclisinin əhli nə olmalıdır? Əhli bəsər olmalıdır. Yəni ağıllı olmalıdır ki, o deyir gizli sirləri görə bilsin. Bax, nəqşi süvər nə deməkdir? Naxış və bəzəkləri görə bilsin. Kim ki zövq əhli deyil, onu deyir, kim ki zövq əhli deyil, anı həsabi ilə həcər. Bax, burada həcər nə deməkdir? Daş deməkdir. Kim deyir zövq əhli deyil, yəni onu daş hesab eləmək lazımdır. Yəni musiqidən başa düşməyən insanları daş hesab eləməkdir. Və ləhni Davud eləməz növ cəmadətə əsər. Bax, Davudun sehirli səsi, gözə təsirli səsi daha doğrusu. Bax, bu Davudu gördünüz. Ləhni Davudun deyir, bax burada yuxarıda İsa Peyğəmbərin adını çəkdi. İsa Peyğəmbərin adını çəkəndə də bir şey qeyd etməyi unutduq. İsa Peyğəmbərin adının keçdiyi əsərlər hardadır? İsa kimi tifillikdə kamil deyirdi harda? Leyli Məcnunda, Məcnunu bənzədirdi. İkincisi, İsa'nın adı çəkildi hansı əsərdə? Deməli, İsa özü kömək olar. Qoca və dənizdə İsa'nın adı çəkilmişdi. Sonra, üçüncüsü hardaydı? Dəhnamədə. Dəhnamədə Bağbanın dilindən eşidirik. Məsih-i Dəmsas İsa nəzərdə tutmuşdu orada. Dilindən eşitmişdik Bağbanın. Və bir dəqiqə buranı təmizləyək. Baxaq. Deməli, deyir ki, onu həcər hesab elə, daş hesab elədi. Deyir, Davudun sehirli, təsirli səsi, deyir ki, onlara təsir eləməz. Məni ərbab edər güş suxəney hüşyar. Bax, gördünüz, ikinci xitabımız burada nə idi? Ey hüşyardır. Birinci bəndin ilk misrasında gördük. İkincisini isə ey hüşyar, ikinci bənddə, daha doğrusu, ikinci xitabı isə bu bənddə görmüş olduq. Deyir ki, ey hüşyar, yəni mənalı söz eşitmək insanı böyük eləyəcəkdir. Zahidə, Tanrıya bax. Baxın, üçüncü xitabı gördükmü? Bəli, Zahidə, Tanrıya bax. Bax, bu Zahid din xadimi deyil ha. Onu yadınızda çıxardın. Din xadimi, söhbəti yoxdur bu əsərdə. Din xadimi yoxdur. Sadəcə olaraq Zahidə deyir. Tanrıya bax. Məclisi irfandır bu. Deyir Zahid, Tanrıya bax. Deməli, dərk edənlərin məclisidir bu. Tarı əsbabı mənahi demə böhtandır. Bu tarı qadağan olunmuş alət deməginən sən. Bir də bu qadağan olunmaq söhbəti bilirsiniz hansı əsərdə idi? Qızıl gül olmayaydı poemasında oxutar səni kim unudar ifadəsi var. Bax, o dem orada yəni ki, tarı qadağan eləmişdilər həmin dövrdə konservatoriyada. Bax, bu əsərdə də görürsünüz, deyir ki, tarı əshabı mənahi demə böhtandır bu. Yəni ki, tara qadağan olunmuş alət demə. Orada da oxutar deyirdi Qızıl gül olmayaydı poemasında. Yəni, işarət vururdu ki, tara bir zamanlar qadağa verilmişdi. Bu böhtandır. Şərab, bir dəqiqə. Meyi gör saqiyə bax, köfsəri qılmandır bu. Pərtövü rüxsarə-i sübhandır bu. Meydə həq nurunu gör, səhvinə qıl istiğfar. Bax, burada Kövsər nədir burada? Bir dəqiqə. Kövsər nə idi burada? Kövsər cənnətdəki su mənasındadır. Bəs yaxşı, bir əsərdə də var idi. Orada da zəmzəm zümzüməli ifadəsi keçirdi. O da haradaydı? İkinci dağlarda görmüşdük ki, o da cənnətdə
bulaq idi, zəmzəm. Aha. Cümləsi pərtəv rüxsari sübhandır. Bu şərabı gör, şərab palayanlara bax. Cənnətdəki deyir bulaq və xidmət edənləri kimi dəyərləndirir onları. Və deyir bunlar alqışlamalı üzün işığıdır. Şərabda haqq nurun görməyi deyir və istiğfar nə deməkdir bəs? İstiğfar. Aha. Şərabda deyir haqq nurunu gör və öz səhvinə görə üzr istə. Bax burada bir neçə məqamı deyək. Deməli xitablar dedik 3 yerdədir. Ey ki, bu bir, ikincisi ey hüşyar, üçüncüsü də zahidadır, düzdür. Bir də musiqinin təsirli ecazkar səsi hardaydı? Çahargah əfsanəsində var idi. Oxşar cəhət kimi bunu yadda saxlayırıq. Yadınızda qalsın, 2 dənə peyğəmbərin adı var. Burada İsa peyğəmbərin adı var. Bir dəqiqə təmizləyək. Burada var kimlərin adı? Deməli, birincisi İsa peyğəmbərin adı var. İkincisi isə Davud peyğəmbərin adı var. Yadınızda saxlayın. Yox, bir şey də qeyd edeyim. Davud peyğəmbərin adı buradadır. Yəqub peyğəmbərin adı hardadır bəs? Bunu da indidən yadda saxlayın ki, lazım olar. Yəqub peyğəmbərin adı isə Heydər babaya salam poemasında verilmişdi. Yaxşı, bir məqama da diqqət yetirək. Bax, yadınızda qalsın. Burada Orfeyin oxuduğu gözəl nəğmə ilə bağlı yazıla bilər bu. Lakin burada onun adı çəkilmir. O məqama diqqət yetirmək lazımdır. Sonra bir məqam da var. Deyir ki, bax, ictimai məzmunlu şeirlərinə aiddir müəllifin. Bəli, qəbul edir. Amma ilk misradan başlayaraq oxuzda deyir nikbin əhval-ruhiyyə yaradır, amma sona qədər getmir. Bu fikir yanlışdır. İlk misradan müsbət əhval-ruhiyyə var, sona qədər də gedir. Sonra bir də var ki, zildə olan səs deyir Tanrıya daha çox yüksəlir. Bəm səsə nisbətən yüksək qiymətlənir. Belə bir fikir yoxdur. Burada ümumiyyətlə səsin zili bəmi ifadəsi yoxdur. Belə, Güş qılmaq əmməsi ilə bağlı bu qədər. Ümidvaram ki, yararlı olacaqdır.